Belə bir intim gigiyena üçün məhsullar göstərmək istəyirəm. İntim gigiyena üçün intim maye sabunlardır. Tərkibi pH-ı 4,0 olandır. Yəni pH-ı çox qəşəng dəriyə uyğun olan pH-ı var. Deməli burada baxın bu Gedlə intimna gigiyena pH-ı da yaxşıdır. 12 yaş yuxarı. Yəni yeniyetmə uşaqlardan ötürüdür. Bunun kodunu göstərirəm və buradan belə yaxın tuturam ki, özünüz də oxuya biləsiniz ki, pH-ı tərkibində turşular, pH-ı da uyğun olan bir gigiyenik məhsuldur. Ekspert seriyanındır. Özünüz bilirsiniz ki, ekspert seriya müalicəvi bir seriyadır. Mütləq kimin evində 12 yaşdan yuxarı uşaqlar varsa, bunu alın və uşaqlar istifadə etsin. Deməli, belə bir məhsuldur. Bu da intim gigiyena üçün geldi. pH-ı 4,0 ekspert seriyanındır. Bu isə dünyaya uşaq gətirən mamalar üçündür. Bu da onlar üçündür. Baxın, kodu, burada ətraflı məlumat. Yəni ki, mütləq bu da bu geldə hətta hamilə qadınlar üçün və dünyaya təzə uşaq gətirən xanımlar üçün məsləhətlidir. Çünki tərkibi onlara uyğun olan turşular var tərkibində. Baxın, ətraflı məlumat. Kim istəsə dayandırıb videonu oxuya bilər. Və bu 3 dənə də məhsul 45 yaşdan yuxarı olan xanımlar üçündür. 40-45 yaşdan menopauz dövründə istifadə olunan bir məhsullardır. Baxın, bunların da pH-ı yaxşıdır. Deməli, bu tərkibi turşularla zəngin olan gigiyenik bir vasitədir, geldi. Bu isə menopauza dövründə bəzi problemləri aradan qaldırmaq üçün bir geldi. Deməli, ətraflı məlumat üçün kod və burada bunu dayandırıb oxuya bilərsiniz videonu, məlumat ala bilərsiniz dəqiq və bunun da kodunu göstərirəm. Və dayandırıb videonu, içində olan turşular barəsində, məhsulun tərkibini buradan ətraflı baxa bilərsiniz. Və rubrikant bir kremdir, geldi. Bu da pH-ı görürsünüz 4,5. Bu da menopauza dövründə istifadə olunan bir məhsuldur. Bunun da kodu və bax, kod və belə tuturam ki, dayandırıb videonu rahat bu məlumat bu kremdən oxuya bilərsiniz. Yəni gündəlik bizim istifadə olunan bir məhsullardır. Yeni versiyadır, yenilənmiş və tərkibi müxtəlif turşularla zəngin olan gellərdir. Mütləq alın və sınayın. Çox keyfiyyətli və çox xeyirli bir məhsuldur.